Belə bir deyim var, belə bir söz var. Deyərlər ki, bilmədiyin sözü danışma, hər bildiyi də danışma. Yəni, bu demək deyil, danışmaya. Yəni, bilmədiyin sözü ümumiyyətlə danışma. Çünki bilmirsən, danışırsansa ya yalan olar, ya böhtan olar. Qiyamət günü ikisinə görə də məsuliyyət daşıyarsan. Bildiyin hər sözü də danışma məcburiyyətində döyürsən. Əgər məqam və şəraiti olarsa və orada fayda verərsə, o zaman sənin danışmaq borcun və vəzifəndir. Bu olmuş məsələlər, təmsillər günümüz üçün çox mühümdür və günümüzdə olan, gündəmimizdə olan bu ən aktual məsələdir. Keçən cümə ətraflı danışdıq deyə mən bugün onun ətrafında çox danışmaq istəmirəm. Hətta təcrübə ediblər ki, bir qabın içərisində qarışqaları ayrı-ayrı rənglərdə, qara rəngdə olan, digər məsələn, qırmızıya çalan bir rəngdə olan qarışqalar bir qabın içərisində hər ikisi sakit halda qalır. Və onlar bir-birini yemir və bir-birinə də xəsarət yetirmir. Amma bir nəfər həmin o küzəni mi, qabı mı, bankəni mi çalpaladıqda, onlar bir-birinə dəydikdə qara qarışqalar elə bilir ki, bunu törədən qırmızı, qırmızı qarışqalar da elə bilir ki, bunu törədən qaralardır və başlayırlar bir-birini yeməyə. Amma üçüncü tamamilə kənarda qalıb. Yəni, bu fitnə vaxtı bu məsələyə çox bənzərliyi və uyğunluğu var ki, bəzən əsas bu suyu çirkablandıran, məsələnin köklü və fundamental əsaslı olaraq kənar, amma bizi bir-birimizə elə pis edirlər. Biri məscid daxilində o namaz qılan onun haqqında, bu namaz qılan o ruhaninin, bu ruhaninin, hər birimiz bu məsələdə ayıq və sayıq olmalıyıq ki, bir əzizimizi əgər biz qorumaq və müdafiə ediriksə, onun yolu digərini aşağılamaqdan deyil. Yəni, onun yolu digərlərini aşağılamaqla əldə edilməz. Ona görə bu məsəl və misalları ona görə çəkdik ki, Rəbbimizdən dilək və istəyimiz odur ki, bu imtihanımızda Rəbbimiz bizi üzü ağ çıxanlardan qərar versin inşallah. Və digər ayədə mübarək Əl-Bəqərə surəsinin 155-ci ayəsində Allah Teala buyurur: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Allah hərəni bir yolla imtihana çəkər. Kimisinə huzursuzluqla, qəlbinin, ruhunun sıxıntısı ilə imtihan olar. Kimisində huzur və fərəhi ilə, sıxıntıda olan səbirlə imtihandadır. Fərəh və rifah içində olanlar şükrü yerinə yetirib yetirməməklə, malı verməsi də imtihanda, alması da, çoxluğu da imtihandı, yoxluğu da, olmayanda Rəbbimizin təqdirinə təslim olub razılaşacaq yoxsa yox imtihanımızın nəticəsi. Əgər çoxdursa, bir yoxsulu sənin qapıva yollayacaq, sənin üstüvə yollayacaq. Verəstən, verməyəstən o sənin imtihanındır. Övladın varlığı bir imtihan, yoxluğu bir imtihan. Bir sözlə, əzizim, biz olduğumuz kainatda imtihanlar meydanındayıq. Bəla və müsibətlər əhatələmiş bizi. Yetər ki, Rəbbimizin bütün təqdirinə təslim olaq və onunla razılaşaq və barışaq. وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ. Allah Teala buyurur, ya Peyğəmbər, söylə ki, mən sizi kimlərini qorxu vasitəsilə, acılıq vasitəsilə, verdiyim malları əllərindən alınma vasitəsilə, وَالْأَنْفُسْ وَالثَّمَرَاتِ. Ənfus, Allah heç bir atanı, ananı övladla imtihana, sınağa çəkməsin. Ənfus nəfsin cəmidir. Bəzən övladların imtihanı atanın, ananın getməsidir.
bəzən də əksidir. Atanın, ananın da imtahanı özləri sağ ikən övladların getməsidir.